boşaltı. Düşdü. Hə. Sağlam qidalanmamızın ikinci günündən hər kəsə salamlar. Bugün səhər yeməyimdə ıspanaqlı yumurta var, pomidor və pendir, duzsuz pendirdir. Üstünə biraz nanə sərpmişəm və yaşıl çay, belə atma yaşıl çaydan istifadə edirəm, rahat olur. Bu isə mənim ara öynümdür. Bir ədəd xurma. Oğlumu hazırlığa qoyub gəldim. Saat hal-hazırda 4-ə qalır və mən həm günorta, həm axşam yeməyimi yeyəcəm. Belə bir şorba bişirmişəm. Ləbəniyyə şorbasıdır. Türklərin çox dadlı olur. 2 çömçə bundan içəcəm. Çox da elə aclığım yoxdur. Düşünürəm ki, bu mənə bəs edəcək. Axşama doğru əgər acısam, türk qəhvəsi içəcəm. Vəssalam.